Peygamber ve Ali Peygamber'e salavat ediyor. Allahümme salli ala Muhammed ve ali Muhammed. Günahlarımızın bağışlanmağına, ibadetlerimizin, itaatlerimizin Allah dərgahında qəbul olmağına salavat ediyor. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam Zaman ağanın salamatçılığına, zuhurunun təzilinə, bu ağanın zuhuruyla yer üzərində ədalətin bərqərar olmağına salavat ediyor. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve sena'u lillahi rabbil alemin. Vessalatu vesselamu ala Muhammedin ve alihi tayyibinet tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve'l-la'netu d-dâimetu ala a'dâihim ecmaîn. Minel an ila qiyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd, qala Allahu Teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. Hamim vel kitabil mubin. İnna enzelnahu fi leyletin mübareke. İnna kunna munzirin. Fiha yufraku kullu emrin hakim. Emran min indina. İnna kunna mursilin. Rahmeten min rabbik. İnnehu huves-semi'ul alim. Sadakallahul aliyyul azim. Ve sadaka ve bellaga rasuluhu nebiyyun kerim. Peygamber ve Ali Peygamber'e salavat ediyorlar. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu gecə Qədir gecələrinin üçüncüsü və sonuncusudur ki, bu üç gecənin içərisində Qədir gecəsi olması ən çox ehtimal olunan gecədir. Hansı ki, Leylətul Cühəni də deyilir ki, Peyğəmbərin yanına gəlib ondan Qədir gecəsinin vaxtını soruşan bir kəsə Həzrət Rəsul-i Əkrəm həmin bu gecəni işarə edir. Bu baxımdan bu gecə Allah-u Teala'nın Qur'an-ı Kərimdə buyurduğu kimi bərəkətli bir gecədir ki, Allahın hikməti üzərindən əmrləri bu gecədə yer üzərində Allahın yer üzündə hüccəti olan məsum imama nazil olur. İbadəti, itaəti Allah dərgahında başqa ayların 1000 ayına və ondan daha üstün olan bir bədələ, bir savaba malikdir. Bu baxımdan hər birimiz bu gecəni ibadət, itaət etməklə, günahlarımızdan tövbə etməklə, Allahdan bərəkət diləməklə keçirməliyik ki, ömrümüzün qalan hissəsi, üzümüzə gələn ilimiz bizim üçün Allah dərgahında xeyirli, uğurlu, bərəkətli olsun ki, bu gecə Allah-u Teala bir növbisək möminlərin bir ilinin təqdiratının qəzavətini edir. Bu gecədən kim yaxşı çıxsa, sanki gələn ilini təminat altına alır, gələn ilini bir növbisək zəmanət altına alır. Bu baxımdan boş işlərdən çəkinmək, vaxtı bihudə vermək, fürsəti əldən verməkdir. Zeynimizin bir küncündə bu gecədə gərək daim bu olmuş olsun ki, bu gecənin xüsusi bərəkəti var və bunu dəyərləndirmək lazımdır. Necə ki, Peyğəmbər və Əhl-i Beyti həmin Qədir gecələrində Ramazan ayının son 10 günü daxil olanda artıq gecələr yatağını yığışdırıb, insanları gecəni oyaq qalıb ibadətlə məşğul olmağa təşviq edirdilər. Xanım Zəhra salamullahi əleyha uşaqları gündüz yatızdırırdı ki, axşam onlar oyaq qala bilsinlər. Və xanım deyərdi ki, məhrumun mən həruma xeyrə. Hər kim bu gecənin xeyrindən məhrum olsa, həmin şəxs lütfdən, bərəkətdən, xeyirdən məhrum olur. Bu baxımdan hətta körpə uşaqları belə gecəni oyaq qala bilməsi üçün gündüzləri yatızdırardı. Gecə
yuxulayanların üzünə su vurardı ki, onlar oyaq olub ibadətlə məşğul olsunlar. Bu qədər diqqət göstərməkləri təbii ki, bizim üçün də bir işarə olmalıdır. Bu gecənin barəsində ki, bunun vaxtlarını, anlarını dəyərləndirmək baxımından. Ötən Qədir gecələrində qeyd eləmişdik ki, bu gecə də inşallah mövzumuzu bu gecənin iki əzəmətli nişanəsi olan, Allahın yer üzərində iki ağır əmanəti olan varlıqlar barəsində danışıb inşallah sözü tamamlayarıq. Sonra gecənin ibadətlərinə, dualarına başlayarıq. Qeyd elədiyimiz kimi bu gecə Allah-u Müteala'nın Quran-ı Kərimi Peyğəmbərinə nazil etdiyi gecədir. Ki, Qədir surəsində Allah-u Müteala buyurur, həqiqətən biz onu, Qur'anı Qədir gecəsində nazil etdik. Sən nə bilirsən ki, Qədir gecəsi necə bir gecədir, nə dəyərə malik bir gecədir. Həqiqətən o 1000 aydan daha xeyirlidir. Onda Allahın mələkləri və ruh Rəbbinin əmri ilə, izni ilə yerə nazil olarlar, yəni Allahın izni ilə Allahın əmirlərini yerə indirərlər və həmin gecə səhərə qədər daimi salamatçılıq olar. Həmin bu surədə və bundan başqa olan ayələrdə Allah-u Müteala Qədir gecəsində Quran-ı Kərimin nazil olmağına işarə edir. Həzrət Rəsul-i Əkrəmin məşhur və mütəvatir olan bir kəlamında Allah-u Müteala Peyğəmbərin vasitəsilə bizə iki ağır əmanətini təqdim edir. Səqələyn adı ilə məşhur olan həmin hədisdə Həzrəti Peyğəmbər Əkrəm buyurur ki, ey insanlar, Allah tərəfindən mənə dəvət göndərilir, yəni artıq ömrümü başa vurmaq üzrəyəm. Fəucib və mən Allahın dəvətinə cavab vermişəm. Və inni tarikun fikumus siqleyn və ya səqələyn. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Kitabullah Əzzə və Cəl, İzzət və Cəlal sahibi olan Allahın kitabı və itrəti əhl-i beyti və mənim itrətim olan, ailəm olan əhl-i beytim. Bu iki ağır əmanəti sizin aranızda qoyub dünyadan köçəcəm. Kitabullah həblun məmdudun beynəs səmai vəl-ərd. Allahın kitabına gəldikdə o yerlə göy arasında olan möhkəm ipdir. Yəni yerlə göyü biri-birinə bağlayan, mələkut aləmi ilə bu imtihan dünyasını biri-birinə bağlayan möhkəm ipdir. Və itrəti əhl-i beyti və mənim əhl-i beytim Allahla bəndələri arasında yer üzəri, bir növdəsə yerlə səma arasındakı həmin o möhkəm ipdir. Və innəl lətifəl xəbir əxbərəni, lətif olan və xəbər verən Allah, hər şeydən xəbərdar olan Allah mənə xəbər verib ki, ənnəhuma lən yəftəriqa, o ikisi heç bir zaman biri-birindən ayrılmaz. Hətta yərida aleyyəl hovd, ta Kovsar hovuzunun kənarında o ikisi biri-birindən heç zaman ayrılmadan mənə yetişəcəklər. Fənzuru bimaza təxlufuni fihima. Baxın, diqqətli olun ki, o ikisi barəsində məndən sonra necə davranacaqsınız, nə əməl edəcəksiniz. Bu mübarək kəlamı həm Şiə və həm də Sünni mənbələri kifayət qədər sənədlərlə qeyd ediliblər və hər iki məzhəbdən həmin bu hədisin mütəvatir olmağına dair iddia edən alimlər olur. Bu mübarək kəlam bir neçə şeyi özündə ehtiva eləyir. Onlardan birincisi Qur'an və itrətə bağlılığın vacibliyi. Peyğəmbər Əkrəm iki ağır əmanət qoyur ki, əmanətin özünün xüsusi hökmləri var. İnsan əmanətə vəfa göstərməyi, qoruyub saxlamağı və əmanəti sahibinə olduğu kimi qaytarmağı bir növdəsə onun boynunda vacib vəzifədir.
Qurani Kərimdə Allah-u Teala buyurur ki, əhdlərinizə vəfalı olun və əmanətləri sahiblərinə qaytarın. Qurani Kərimi Allah-u Teala bizə Əhzab surəsində əmanət olaraq təqdim edir. Hər bir halda əmanət sahibinə olduğu kimi geri qaytarılmalı olan, yəni haqqı əda olunmalı olan, haqqı yerinə yetirilməli olan bir şeydir. Bu istər bir şəxsin yanında olan əmanəti olsun, istərsə də Allahın əmanəti olsun ki, Allahın əmanəti olduğu təqdirdə məsələnin əhəmmiyyəti daha da böyüyür. Allah-u Teala bu kitabı Peyğəmbərinin dili ilə bizə əmanət olaraq təqdim edir. Və bu əmanətin Peyğəmbər, Əhl-i-Beyti və kitab bu əmanətin haqqını əda eləmək, onlara bağlı olmaq hər birimizə vacibdir ki, Allahın əmanətini Allaha haqqı ilə əda eləyə bilər. Eyni zamanda nicatın, qurtuluşun yalnız və yalnız bu iki əmanətə bağlı olduğuna işarə edir. Peyğəmbər Əkrəm buyurur ki, sizin aranızda iki ağır əmanət qoyuram ki, məndən sonra azmayasınız. Məndən sonra azmayasınızı vəsf olaraq, qeyd olaraq həmin bu iki ağır əmanətin yanında Peyğəmbərin qeyd eləməyi ona işarədir ki, bu ikisindən başqa azğınlıqdan xilas eləyən bir şey yoxdur. Əgər məsələn, fərz eləyək ki, Qurandan başqa, Əhl-i-Beytdən başqa, hər hansısa başqa bir şeylər də olmuş olsaydı ki, onlar insanı hidayət eləyə bilərdi, Peyğəmbər onu da təqdim eləyərdi. Həzrət Rəsul-i Əkrəmin sizin aranızda Allahın kitabını və itirətimi əmanət olaraq qoyuram deməsi bizim üçün işarədir ki, nicat, qurtuluş, cəhənnəm odundan amanda qalmaq yalnız və yalnız bu iki ağır əmanətə sarılmaqla mümkündür. Bunlardan hər hansısa birini tərk etməklə də insan nicat tapa bilməz. Məsələn, bəzi insanlar deyə bilər ki, Allahın kitabı bizə kifayət eləyər, yəni heç olmasa da olar. Nə bu insanın nicat tapıb qurtulmağı mümkündür, nə də ancaq Peyğəmbər Əhl-i-Beytini tutub Quranı inkar eləyənin nicat tapması mümkündür. Nicat, qurtuluş, cəhənnəm odundan amanda qalmaq yalnız və yalnız bu iki ağır əmanətin hər ikisini birgə qəbul eləyib onların ardınca getməkdədir ki, Həzrət Rəsul Əkrəm buyurur ki, onlardan nə qabağa keçsin, nə dala qalın. Onlar hovuzun kənarında mənə yetişəcək ilk şeylərdir ki, baxın, agah olun, diqqət eləyin ki, məndən sonra bu iki ağır əmanətə necə riayət edəcəksiniz? Necə Qurani Kərim Allah tərəfindən hifz olunur, eləcə də Allah-u Teala Peyğəmbərin Əhl-i-Beytini bizlərə öz kitabında hər bir çirkinlikdən pak-pakizə qərar verilmiş şəxslər kimi təqdim edir. Peyğəmbər Əkrəmin bu sözü həm Qur'anın, həm Əhl-i-Beytin ismətinə, məsumluğuna, xətadan uzaq olmağına nişanədir. Eyni zamanda Həzrəti Peyğəmbər Əkrəmin itirətinin Qur'an-ı Kərimə ən alim olan kəslər olduğuna işarədir Peyğəmbərin bu sözü. Və həmçinin Peyğəmbərdən sonraki imamların onun itirətindən olan məsum imamlar olduğuna, onlardan qeyrilərinin imam olmadığına işarə eləyən bir kəlamdır Peyğəmbərin bu sözü. Və eyni zamanda həmin o imamətin, Peyğəmbər Əhl-i-Beytindən olan imamların imamətinin qiyamətə qədər davamlılığını işarə eləyən bir sözdür. Ki, bu sonuncu qeyd elədiyimiz, bu gecə barəsində danışacağımız Allahın iki ağır əmanətinin biri barəsində işarədir. Biri əgər Allahın kitabıdırsa, biri də Peyğəmbər Əhl-i-Beytindən zəmanəmizdə və qiyamət gününə qədər həmin o Qur'anla birgə olan Əhl-i-Beytin məsum imamıdır ki, zəmanəmizin imamı İmam Zaman Əcəlallahu Teala Fərəcəhu Şərif İnşallah bu gecəki mövzumuzu bu iki ağır əmanətin barəsində danışmağa çalışacağıq. Qurani Kərim Allah-u Teala'nın insanları qiyamətə qədər hidayət etməsi üçün, ona sığınmaları üçün,
həyatlarını ona uyğun tənzimləmələri üçün, ondakı ibrətli məsələlərdən, hekayələrdən dərs almaları üçün insanlara təqdim etdiyi bir hidayət sırağı, hidayət nurudur ki, hər bir addımında ona nəzər salır, onun göstərişini həyatında önə salmaq hər bir müsəlmanın vacib vəzifəsidir. Yəni, sən bir iş qabağına çıxdıqda ona filan kəs, bəhmən kəs nə gözlə baxır düşüncəsindən qabaq birinci müraciət eləməlisən ki, Allah öz kitabında bu iş barəsində nə deyir? Peyğəmbərin əhl-i beyti öz kəlamlarında bu məsələ barəsində nə deyir? Hər kim Allahı, Peyğəmbəri, Allahın kitabını qoyub, başqa yerlərdə qarşısına çıxdığı məsələlərin izahını, həllini, haqqını axtarırsa, yanlışa yox. Bu baxımdan Quran-ı Kərim qiyamətə qədər bizlərin hidayət sırağıdır. Peyğəmbər əhl-i beyti qiyamətə qədər bizlərin hidayət sırağıdır ki, həm Peyğəmbər, həm onun əhl-i beyti həmin bu iki ağır əmanəti öz kəlamlarında daim zikr eləməklə insanların zehninin bir küncünə qazımağa çalışırlar. Yəni, daim beyninizin, zehninizin bir küncündə bunu hazır eləyin ki, Allahın sizin üzərində iki dənə ağır əmanəti var. Bu əmanəti qoruyub, haqqına riayət eləyib, qiyamət günündə Allaha təhvil verməlisən. Məsələn, Quran-ı Kərim barəsində Həzrət Rəsul-i Əkrəm buyurur ki, فَإِذَا اِلْتَبَسَتْ عَلَيْكُمُ الْفِتَنِ كَقِتَعِ اللَّيْلِ الْمُزْلِمِ فَعَلَيْكُمْ بِالْقُرْآنِ Ey insanlar, əgər fitnələr gecənin zülmətləri kimi sizi əhatə etsə, yəni fitnələrin ortasında biçara qalsaz, Qurana müraciət edin, Qurana sığının. Həzrət buyurur, فَإِنَّهُ شَافِعٌ Həqiqətən o, şəfaət edəndir, doğru yol göstərəndir. Müşəffəun, Allah tərəfindən şəfaət qabiliyyəti veriləndir ki, Quran qiyamət günündə şəfaət eləyəcək. Bəzi insanlara şəfaət eləyəcək, bəzi insanlara da gilə-güzar eləyəcək. Məsələn, hədisdə var ki, qiyamət günü bəndə məhşərə gətirilər və ona əmr edilər ki, oxu. Qurandan nə qədər ayələr oxusa, tilavət eləsə, cənnətdə onun məqamı o qədər ucaldılar. Quran qiyamət günü şəfaət edəndir və bu dünyada insanlara şəfaət edəndir, onlara doğru yolu göstərməklə. Onların qarşısındakı zülmətləri aradan aparıb, hidayət nurunu onlar üçün aşkar etməklə. Həzrət buyurur ki, Peyğəmbər Əkrəm, وَمَنْ جَعَلَهُ əmamə Hər kim bu Qur'anı göz önündə tutsa, yəni ona diqqət ayırsa, qadəhu iləl cənnə, həmin o Qur'an onu cənnətə aparacaq. Və mən cəaləhu xəlfə və hər kim onu göz ardına vursa, saqəhu ilənnar, o onu cəhənnəmə aparacaq. Allah bu ağır əmanətinin barəsində qiyamət günü bizdən haqq hesab çəkəcək. Sən mənim əmanətimlə necə davrandın? Ona necə münasibət bəslədin? Məsələn, hədisdə var ki, bir neçə şey qiyamət günü insanın barəsində şikayət eləyər, gilə-güzar eləyər, onlardan biri Qurandır. Quran qəyamətin günündə insanlardan şikayət eləyər ki, ilahi, sənin bu bəndən məni oxumadı, mənim haqqımı qida eləmədi. Məsələn, biri məscidlərdir, məscid qiyamət günü insandan şikayət eləyər ki, bu insanlar məni boş buraxdı. Allahın bu ağır əmanəti həmin gündə ona diqqət ayıranların məqamını uzatmaqla cənnətə aparmaq üçün bir vasitədir və ona diqqətsiz yanaşanlarla, onun əmr və qadağalarına riayət etməyənləri də cəhənnəmə aparmaq üçün bir vasitədir. Bu baxımdan Peyğəmbər daim təhsir edir ki, baxın, görün, məndən sonra mənim bu əmanətlərimlə necə davranacaqsınız. Həzrət buyurur ki, وَهُوَ الدَّلِيلُ يَدُلُّ عَلَى خَيْرِ سَبِيلٍ O, elə bir dəlildir ki, ən doğru yola insanları hidayət edir, istiqamətləndirir. Aleykümselam. Fihi məsabihul huda Onda hidayət çıraqları, nurları var.
və mənarul hikmə, hikmətin minarələri ondadır. Və dəlilun aləl ma'rifəti limən ərəfəs sifə və onun əlamətini anlayan insan üçün, onun dəyərini anlayan insan üçün o mərifəti aşkar eləyən, həqiqətləri aşkar eləyən dəlildir, istiqamətləndirən nurdur. Həzrət Peyğəmbər Əkrəm başqa bir kəlamında buyurur: Ənə əvvəlu vafidin aləl əzizil cəbbar yevməl qiyamə. Qiyamət günündə cəbbar, əziz olan Allahın huzuruna ilk gətiriləcək şəxs mən. Və kitabuhu və əhl-i beyti sümmə ümməti. Mənimlə bircə Allah qiyamət günü öz kitabını məhşərə gətirər və mənim əhl-i beytimi məhşərə gətirər. Ondan sonra mənim ümmətimi məhşərə gətirər. Həzrət buyurur ki, sümmə əsəluhum, sonra mən onlardan soruşacam. Ma fəaltum bi kitabillahi və bi əhl-i beyti. Mənim Allahın kitabı olan əmanətimlə və əhl-i beytimlə necə davrandı? Qiyamət günündə o əmanətin haqq hesabını Peyğəmbərin özü soruşacaq. Buyurur ki, Allah məni məhşərə gətirəcək, ondan sonra öz kitabını, mənim əhl-i beytimi, mənim ümmətimi məhşərə gətirəcək. Buyurur ki, mən soruşacam, əsəluhum, mən soruşacam onlardan. Ki, məndən sonra mənim əmanətlərimlə necə davrandı? Allahın kitabından necə davrandı? Mənim əhl-i beytimlə necə davrandı? Onların haqlarını riayət elədin, yoxsa yox? Həzrət Rəsul-i Əkrəm Quran-ı Kərimdə Furqan surəsinin 30-cu ayəsində Allah-u Teala buyurur ki, və qalər Rəsul, Peyğəmbər dedi ki, Ya Rəbbi, innə qavmi ittəxədu hadəl Qur'anı məhcura. Peyğəmbərin qiyamət günündə deyəcəyi sözü Allah Quran-ı Kərimdə bizə bəyan edib ki, Peyğəmbər dedi ki, ey mənim Rəbbim, həqiqətən mənim qövmüm bu Qur'anı tərk edilmiş bir kitaba döndərdilər. O qiyamətin günündə o əmanətlər məhşərə gətirilib, haqq hesab soruşulanda Peyğəmbər, o insanlar ki, gözləri Peyğəmbərin əlindədir ki, ona şəfaət eləyəcək. O kitab onlara şəfaət eləyəcək, əhl-i beyt onlara şəfaət eləyəcək. Həmin o Peyğəmbər o əmanətləri barəsində ümmətindən giləygüzar eləyir ki, ey mənim Rəbbim, mənim qövmüm, bu ümmət, mənim kitabım, mənim əhl-i beytim barəsində onları tərk elədilər, başlı başına buraxdılar, tənha qoydular, əməl eləmədilər. Bu baxımdan bu iki ağır əmanət Peyğəmbərin, Allahın bizim üzərimizdə olan bir növbəsə əmanətləridir, haqları var. Onlara riayət eləmək hər bir kəsin vacib borcudur. Haqlarına riayət eləməyin əvvəlincisi ən azından Quran-ı Kərimi oxumalısan. Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Əl-Qur'anu əhdullahu ilə xəlqi. Qur'an Allahın yaratdıqları ilə olan əhdidir. Allah Quran barəsində yaratdıqları ilə əhd bağlayır. Buyurur ki, fəqəd yənbəği lil-mər'il muslim. Müsəlman bir kəsə gərəkdir ki, ən yəndura fi əhdi, öz əhdinə nəzər salsın. Allah bu əhd barəsində qiyamət günü məndən sorğu-sual edəcək ki, mənim əhdimlə necə davrandın? Əhdimi sındırdın, yoxsa vəfa elədin? Buyurur İmam Cəfər Sadiq əleyhissalam ki, və ən yəqrəə minhu fi kulli yevmin 50 ayə. Müsəlman bir kəs gərək hər gün Qurandan 50 dənə ayə oxusun. 50 dənə ayə. Görün, ildə heç olmasa bir 50 dənə ayə oxuyuruq Quran-ı Kərimdə. O qiyamətin günündə Allah-u Teala bu kitabın haqq hesabını soruşanda nə üzlə cavab verəcəyik? Bu baxımdan bu gecə bizim üçün səbəb olmalıdır ki, Quran-ı Kərimlə olan münasibətimizi düzəldək, Quranın haqqını əda eləmək üçün, onun dəyərini, izzətini əda eləmək üçün, yerinə yetirmək üçün özümüzlə Quran arasında bir rabitə qərar verək. Bəli, biz bu günləri ehtiramən Allahın kitabını başımıza qoyuruq, onu içində olanlara and veririk, Allaha öz Allahlığına and veririk, Peyğəmbərə 14 masına and veririk. Bununla Quran-ı Kərimə olan ehtiramımızı göstəririk ki, ilahi sən bugün, bu gecə kitab nazil etmisən, biz onu səndən başımızın üzərində qəbul edirik. Onun içərisində olanları qəbul edirik, təsdiq edirik, onun hörmətinə, sənin hörməti və haqqı var, Peyğəmbər və əhl-i beytinin hörmətinə səndən istəyirik. Amma tək bu kifayət eləmir. Bununla bahən hər bir kəs gərəkdir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, gündə 50 dənə ayə Quran-ı Kərimdən oxusun. İnsan Quran-ı Kərimi oxumamaqla Quranın haqqını zay eləmiş olur. Allah sənin üçün
bir məqsəd üçün, bir hədəf üçün bir kitab göndərir, sən o hədəfə, məqsədə riayət edəmirsən. Allahın gördüyü işi bir növ desək, bihudə hesab edirsən, pusa çıxardırsan. Bu baxımdan Qurani-Kərimi oxumaq birincisi. Oxuduqda onun ayələri barəsində tədəbbür eləmək, düşünmək. Qurani-Kərimdə nə qədər ayələrdə Allah-u Teala buyurur ki, əfəla yətədəbbərun, məgər onlar düşünmürlər. Sadəcə üzündən oxumaq kifayət eləmir. Oxuduğun ayələri onların barəsində düşünərək anlamaq və oxuyub, anlayıb, əməl etmək. Bu, Qurani-Kərimin haqqını əda eləməkdir ki, Peyğəmbər-i Əkrəm qiyamət günündə həmin bu ağır əmanətin barəsində bizlərdən sorğu-sual eləyəcək. Eyni zamanda bunun insan həyatında asarı var. Bəzi şeylər var ki, biz onun fərqində deyilik. Biz onu anlamırıq. Amma gördüyümüz əməllər yaxşı əməl olsun, pis əməl olsun, fərq etməz. Bizim həyatımızda öz təsirini qoyur. Sən gəmini deşəndə neynədiyin fərqində olmasan da, o işin nəticəsi həyata keçməlidir. O su gəmiyə dolub onu batırmalıdır. Bizim də elədiyimiz əməllər bəzən fərqinə varsaq da, varmasaq da, yaxşı əməldə, pis əməldə bizim həyatımızda öz təsirini qoyur. Quran oxuyanda bizim həyatımızda təsiri var. Oxumayanda mənfi təsiri var. Məsələn, Əli əleyhissalam buyurur ki, evlərinizdə Quran oxuyun. Allah Quran oxunan evə bərəkətini nazil edir və şeytanlar orada cəm olmaz. Quran oxunmayan evdən bərəkət də məhrum olar, şeytanlar da orada cəm olar. Belə bir evdə necə mehribançılıq, necə bərəkət, necə rahatlıq tapmaq mümkündür. Məsələn, Quranı tərk etməyin səbəblərindən biri insanın duadan məhrum olmağıdır. Yəni, sən Qurana biganə yanaşsan, Quranı tərk eləsən, Quran oxumasan, əməl eləməsən, sənin həyatında qoyduğu təsirlərdən biri bu olacaq. Duan Allah dərgahında qəbul olunmayacaq. Əmir əl-Müminin əleyhissalam bir gün məsciddə xütbə eləyirdi. Həzrət bir neçə şey sadaladı ki, bunlar insan üçün vacibdir, mühümdür. Ondan sonra bir nəfər qalxdı, dedi ki, ya Əmir əl-Müminin, çətinlik zamanında sığındığımız şəxs sənsən və s. və ilaxır bir neçə söz dedi. Dedi ki, Allah öz kitabında buyurur ki, məni çağırın, sizin çağırışınıza cavab verin. Amma biz dua eləyirik, dualarımız qəbul olunur. Həzrət orada 7 dənə şey sadalayır. Onlardan birində buyurur ki, sizlər Allahın kitabını gördünüz, eşitdiniz, dediniz, iman gətirmişik. Amma onu göz ardına vurdunuz, əməl eləmədiniz, oxumadınız, biganə yanaşdınız. Belə olan halda Allah sizin duanızı necə qəbul eləsin? Və insanın Qurana qarşı biganə münasibəti, onun oxumağı tərk etməsi, onun barəsində düşünməyi tərk etməsi, ona uyğun əməl etməyi tərk etməsi bir yerdən sonra insanın dualarının rədd olunmağına səbəb olur ki, sən nə qədər dua edirsən elə Allah onu qəbul edir. Niyə? Sən Allahın çağırışına necə münasibət bəsləmisənsə, Allah da indi sənin çağırışına elə münasibət bəsləyir. O səni Qur'ana çağıranda, sən biganə yanaşdığın kimi, necə ki, Əbu Həmzə-i Sumali duasındakı bir hissəsində keçir, ilahi, həmd olsun o Allaha ki, mən onu çağıranda cavab verir, o məni çağıranda mən onun dəvətinə yubanıram, getmirəm. O bizi çağırıb, öz kitabına əməl etməyi dəvət eləyir. Biz onun çağırışına səhlənkar yanaşanda bir yerdən sonra Allah-u Teala öz rəhmət pərdələrini götürür, bəndəsi ilə öz arasında hicab çəkir, onun dualarını eşitmək istəmir. Onun duasını öz dərgahında qəbul eləmir. Bu baxımdan Qurani-Kərim Allahın ağır əmanəti kimi bizim öhdəmizdə haqq hesab verəcəyimiz bir şeydir. Bu gecə həmin o müqəddəs kitabın nazil olduğu gecədir. İnsan heç olmasa bu gecədən sonra müəyyən şeyləri mümkündür ömründə eşitməmişdin, bilmirdin. İndi ki, nəyi eşitdin, anladın, bildin, özün üçün bu gündən sonra, bu gecədən sonra heç olmasa bir proqram qur, bir məqsəd qoy qarşıla ki, mən bundan sonra Quran oxuya bilmirəmsə, Quran oxumağı öyrənəcəm. Öz dilimdə oxuyacam, onun barəsində düşünəcəm. Ömür o qədər şeylərə, bihudə şeylərə bir növdəsə sərf olunur ki, məxsusən də indi vaxtı, ömrü sərf eləmək üçün hər şeyin asanlaşdığı bir zamanda. Elə biraz dost-tanışla oturdun, biraz telefonda başın qarışdı, biraz məişət problemləri, biraz o, biraz bu. Günlərin necə keçdiyini bəzən insan fərqində deyil. Həmin bu ömrün bir hissəsini, günün bir hissəsini ayır ki, heç olmasa sübh namazından sonra, zöhrdən, sənin üçün hansı vaxt münasibdir? Mən bu vaxtda Allahın kitabına vaxt ayıracam.
oxuyacam. Saatlarla onsuz da sən bunun şüşəsinə baxırsan. Heç olmasa o baxışının 15 dəqiqəsini, 20 dəqiqəsini Allahın kitabına həsr elə. Tərcüməsini oxu. Bax gör Allah səndən nə istəyir, nə deyir, hansı ibrətamiz hekayələri, bizdən əvvəlki qövmlərin hekayələrini bizə örnək olaraq çəkir, hansı əmirləri, hansı qadağaları bizlər üçün əmr eləyir və ya qadağan eləyir. Ən azından bu gecədən sonra özünüz üçün bunu bir vərdişə çevirək, həyatımızın bir hissəsini Qurana həsr eləyək. Həzrət Əmir əl-Müminin əleyhissalam Quran və Əhl-i Beytin birlikdəliyinə işarə eləyən bir kəlamda buyurur ki, فَأَنَا الذِّكْرُ الَّذِي عَنْهُ ضَلْ Allahın insanların üz döndərdiyi dediyi, zəlalətə düşdüyü dediyi zikri mənəm. Quran-ı Kərimdə Allah Qur'anın özünü zikir deyə bizə tanıtdırır. Qur'anın bir neçə adları var. Məsələn, zikir onlardan biridir. Həzrət buyurur ki, insanların zəlalətdə olduğu həmin o zikir mənəm. وَالسَّبِيلُ الَّذِي عَنْهُ مَالِ İnsanların kənara meyl etdiyi, yəni yoldan çıxdığı həmin o haqq yol mənəm. وَالْاِيمَانُ الَّذِي بِهِ كَفَرْ İnsanların küfr etdikləri o iman mənəm. وَالْقُرْآنُ الَّذِي اِيَّاهُ هَجَرْ İnsanların o tərk etdiyi Qur'an mənəm. Və Həzrət buyurur və dinul-ləzi bihi kəzzəb İnsanların yalanladığı o din mənəm. Həmin bu kəlam Quranla imamın vəhdətini, birlikdəliyini bizə bəyan edən kəlamlardandır. Necə yəni Quran mənəm, necə yəni haqq yol mənəm, necə yəni din mənəm? Bu Quran Əmir əl-Müminin öz kəlamında buyurduğu kimi natiqdir. Həzrət Nəhcül Bəlağədə buyurur ki, Allahın bu kitabı samitdir, sakitdir. Həzrət buyurur ki, onu danışdırın. Onu danışdırmasanız o sizlə danışmayacaq. Yəni o vərəqlərdə yazıya tökülmüş səhifələrdə olan bir şeydir ki, sən onu açmalısan, baxmalısan, oxumalısan ki, onu danışdırasan. Həzrət buyurur ki, Qur'an mənəm, insanların o tərk etdiyi Qur'an mənəm. Yəni o Qur'anın həqiqəti, o Qur'anın təfsiri, o Qur'anın haqq izahı mənim yanımdadır. Hər bir insan Qur'an-ı Kərimdən oxuyur da, məsələn, وَالنَّجْمِ إِذَا هَوَى Ulduz səmadan endiyi zaman. Ayə olaraq bunu hamı oxuyur. Amma Allah nəyi demək istəyir Ən-Nəcmi İzâ Həvâ? Ulduz göydən enəndə nəyə işarə edir? Bu şeylərin həqiqəti Peyğəmbər və onun Əhl-i Beytinin yanındaydı ki, Həzrət Rəsul Əkrəm bir gün əyləşmişdi. Həzrət buyurdu ki, səmaya baxın, səmaya nəzər salanda dedi, o ulduz, axan ulduz kimin evinə elmiş olsa, yer üzərinin ən xeyirlisi mənim xəlifəm odur. Həmin ulduz Əmir əl-Müminin əleyhissalamın evinə istiqamətlənir ki, bu ayə orada nazil olub. Ən-Nəcmu İzâ Həvâ. Həmin o ulduz göydən endiyi zaman. İndi bunu günümüzdə, əlimizdə biz açıb oxuyanda, bunu sözlər kimi, cümlə kimi oxuyuruq. Amma nədir bunun həqiqəti? Onu anlamırıq. Və yaxud Quran-ı Kərimin ayələrindən başqalarına, Əhl-i Beyt əleyhissalamın barəsində. Xeyrul Bəriyyə ayəsi. Onlar yer üzərinin ən xeyirliləridir. Açırıq, oxuyuruq. Amma həqiqəti nədir? Peyğəmbər Əkrəm bir gün əyləşmişdi. Həzrət əshabına dedi ki, hazırda daxil olacaq şəxs yer üzərinin ən xeyirli şəxsidir. Hər kim İbrahimə nəzər salmaq istəsə, hər kim Adəmə nəzər salmaq istəsə, Nuha nəzər salmaq istəsə, onun cəmalına nəzər salsın. Əmir əl-Müminin əleyhissalam gəldi, Həzrət buyurdu ki, bu və bunun şiyələri yer üzərinin ən xeyirliləridir. Biz ayə kimi oxuyuruq, amma bu ayə nəyə işarə edilir? Və ya rükuda zəkat verən şəxs kimdir? Bu baxımdan Əmir əl-Müminin əleyhissalam bu və bu qəbildən olan ayələrin həqiqətinin yanında olan bir kəs kimi, necə Quran-ı Kərim Peyğəmbər Əkrəm öz kəlamında buyurur ki, sizin aranızda iki ağır əmanət qoyuram, onlar Kevsər hovuzuna qədər heç zaman biri-birindən ayrılmaz. Və həmin o birlikdəliyə Əmir əl-Müminin əleyhissalam, İmam Əli işarə edir ki, Allahın insanların yalanladığı o dini mənəm. Allahın tərk etdiyi kitabı mənəm. Quran hamının əlində var idi. Muaviyənin də qoşununun əlində Quran var idi. Amma nizələrin üstündə sui-istifadə olunurdu. Muaviyənin də əlində Quran var idi. Orada da Quran oxuyurdular. Xəvaricin də əlində Quran var idi. Amma xəvaric Quranı haqq sözü
batil tələb etmək üçün istifadə eləyirdi. Əl-bey'atu lillah, bey'ət ancaq Allahadır deməklə insanları başqa bir yola azdırırdı. Muaviyyə nizələrə vurmaqla insanları Əli əleyhissalama qarşı müharibə üçün istifadə eləyirdi. Qur'anın həqiqəti yanında olan bir kəs də bir tərəfdə düşmənlərin üzərinə qalxdığı halda məzlum qalmışdı. Haqqı olduğu xilafət ona gəlib yetişəndə biri filan kəsin qanını tələb eləmək üçün qalxdı. Biri beyət ancaq Allahadır deməklə üsyan elədi. Biri nə bilim hərə fərqli bir yerlə Cəməl əshabı, Siffeyn əshabı, Nəhrivan əshabı. Halbuki bu şəxs insanlara daim öyrədirdi ki, ey insanlar, həqiqi Qur'an mənə. O nizələrə vurulan Qur'an onun səhifələridir. O hamının əlində var. Amma Qur'an-ı Kərimin həqiqətən bu kitab əqvəm olan, güclü olan bir şeyə istiqamətləndirir dediyi həmin o güclü olan, bu kitabın şahidi olan, bu kitabın izahı olan kəs Əmir-əl-Möminin əleyhissalam buyurur ki, mənəm. Baxın, Qur'anı və Əhl-i Beyti tərk etmək, onlara qarşı biganə yanaşmaq fərq etməz. Hansına qarşı səhlənkarlıq eləsən, ikisinə qarşı da səhlənkarlıq eləmiş sayılırsan. Qur'ana qarşı etdiyin ehtiramsızlıq, Qur'ana qarşı diqqətsizlik, Qur'ana qarşı olan bir növ desək, səhlənkarlıq Əhl-i Beytə də qarşı olunmuşdur. Əhl-i Beytə qarşı olan həmin bu dediklərimiz də Qur'ana qarşı olunmuşdur. Bu baxımdan həm Peyğəmbər, həm Əhl-i Beyt imamları bu iki şeyin birlikdəliyinə, bir-birindən ayrılmaz, vahid bir şey olduğuna işarə eləyir. Bu ikisinin ən ümdə xüsusiyyəti Allahın bəndələr üzərində olan əmanəti və əhdidir. Və Allah Quran-ı Kərimdə və Peyğəmbər və Əhl-i Beytinin kəlamlarında dəfələrlə bizdən təhzir eləyib, bir növ desə hədəliyib ki, əmanətlərə sədaqətli olun, əhdə vəfalı olun. O ki, qala Allah öz əmanətinə, öz əhdinə qarşı qiyamətin günündə haqq hesab çəkir. İki adamın bir-birinə olan əmanətinə, əhdinə bu qədər diqqətcil olan Allah öz əmanətini, özü əmanətdə elə belə şey deyil. Biri insanların hidayəti üçün nazil etdiyi kitab, biri də həmin o kitabın şərhçisi olan, tərcüməçisi olan, həqiqətlərini yanında saxlayan məsum kəslər olar. Bu baxımdan hər birimiz bu əmanətlərə sədaqət göstərmək baxımından Allah qarşısında məsuliyyət daşıyırıq. Necə bu gecə Quranı başımıza qoyuruq, eləcə də bu gecə həmin o Qur'anın həqiqətlərinin yanında olan kəsi o göz üstündə, baş üstündə saxlayacaq ehtiramla ona diqqət ayırmalıyıq ömrümüzün hər anında. Necə ömrünün hər anında İmam Cəfər Sadiq əleyhissalam buyurur, gündə heç olmasa müsəlman gərək 50 ayə oxusun. Eləcə də günübün bir hissəsini sən zəmanəvin imamına həsr eləməlisən. Ya ona dua eləməklə, ya onu təbliğ eləməklə, insanlara tanıtdırmaqla, ya onun haqqında məlumat öyrənməklə. Yəni necə günübün bir hissəsində Quran yer tutmalıdır, eləcə də günübün bir hissəsində o Qur'anın şəriki olan kəs yer tutmalıdır. Ona qarşı biganə yanaşmağın Qur'ana qarşı biganə yanaşmağındır. Ona qarşı ehtiramsızlığın Qur'ana qarşı ehtiramsızlığındır. Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, İhfəzu fina ma hafizəl abdus salih fil yetimeyn. Bizim haqqımızı salih bəndənin iki yetimin haqqını qoruduğu kimi qoruyun. Quran-ı Kərimdə nə qədər ayələr var yetimlərin haqqı barəsində. Ən çox təkid olunmuş şeylərdən biridir ki, yetimin haqqına riayət edin. Yetimin malını tələf eləməyin, zay eləməyin, qoruyun. Yetimlər Allahın öz kitabında bir növ desə haqlarını ən çox təkid etdiyi zümrə hesab olunur da, onlardan bir dəstəsidir. İmam əleyhissalam buyurur ki, bizim haqqımızı salih bəndənin məqsəd Həzrəti Xızr əleyhissalam. Salih bəndənin o iki yetimin haqqını qoruduğu kimi qoruyun. Necə qorumuşdu onların haqqını? Səbəb nə idi onların haqqının qorunmağında? Həzrəti Musa ilə həmin o salih bəndə deyilən ki, rəvayətlərdə onun Həzrəti Xızr olduğu qeyd olunur. İndi Həzrəti Xızr da deyilsə, Allahın Həzrəti Musanı bir növ desək, imtihan etməsi üçün göndərdiyi salih bəndələrdən bir bəndə. Bircə yola çıxdılar, əvvəlində vəd elədi ki,
məndən etdiyim işlərin barəsində sorğu-sual eləmə. Həzrəti Musa da razılaşdı. Gəldi bir yerdə gəmini xarab elədi. Həzrəti Musa dedi ki, sən bu gəmini niyə xarab edirsən? Bir yerdə bir divarı uçurtdu. Həzrəti Musa etiraz edir ki, sən bu divarı niyə uçurdursan? Bir yerdə neynədi? Ki, uşağı neynədi? Öldürdü. Etiraz edir ki, sən insan öldürürsən. O ki, hikmətlərini izah eləyir, həmin o hissəsində o iki yetimin barəsində, o divarı uçurtma barəsində Allah-u Teala buyurur ki, o iki yetim uşağa aid idi ki, Kânə əbuhuma salihən, onların salih ataları var idi. Peyğəmbər iki uşağı öldürür ki, onların salih ata-anaları var, onları yolundan azdırar. İki dənə yetimin haqqını qoruyur ki, yetim nədir? Atası, anası olmayan da, aydındır ki, bunun atası həyatda deyil. Buyurur ki, o iki yetimin haqqını qoruduğu kimi bizim haqqımızı qoruyun. Quran-ı Kərimdə Allah buyurur ki, o iki yetim uşağın Həzrəti Xızırın dilində. O divarın altında xəzinə var idi onlara çatası. Onu dağıtdım ki, ta onlar böyüyəndə gəlib onu təmir eləyəndə o xəzinəni tapsınlar. Ki, onların salih atası var idi. Allah bir salih bəndənin hörmətinə iki dənə yetim uşağın haqqını qoruyur. İmam Əleyhisselam buyurur ki, bizim haqqımızı həmin o salih bəndənin iki yetimin haqqını qoruduğu kimi qoruyun ki, Allah bir salih bəndənin hörmətini, onun iki yetim balasının hörmətini saxlayır. Təsəvvür edirsiniz, zəmanəmizin imamı, İmam Zaman ağa. Atası İmam Həsən Əskəri əleyhissalam Allahın hüccətidir, Allahın salih bəndəsidir. Ta bir Əmir əl-Müminin Peyğəmbər Əkrəm belə bir şəcərənin, belə bir əhl-i beytin haqqını qorumağı Allah bizdən necə tələb edəcək qiyamət günündə? Yəni qiyamətin günündə mən gəlib Allahın huzurunda dayananda, öz məsum imamın barəsində haqq hesab olunanda ki, sənin zəmanəndə qiyamətə qədər əmri keçərli olan mənim bir höccətim var idi. Onunla necə davrandım? İlahi o qeybdədir, yaxşı qeybdədir. Qeybdə olduğu zamanda səndən tələblər var idi. Necə riayət elədin? Ona əlin çatmır, gözün görmür deyənə iş tamam olur. Sənin barəndə, onun barəsində sənin boynunda olan öhdəliklər təxirə düşür. Qətiyyən belə deyil. Bizim boynumuzda ona xidmət eləmək məsuliyyəti daim o zuhur eləyən ana qədər daim vacib olaraq qalır. Qeybdə olduğu dönəmdə ona dua eləməklə, onun zuhurunun zəminini hazırlamaqla, günahlarımızdan tövbə eləməklə, xeyr əməlləri insanlar içərisində yaymaqla, əmr və məruf eləməklə, yəni insanları yaxşı işə dəvət eləməklə, insanları pis işdən çəkindirməklə və s. və ilaxır. Bu qəbildən olan əməllər, yəni dinə əməl etmək, şəriətin əhkamına əməl etmək, doğru düzgün əqidə üzərində olmaq bizim məsum imamımızın qeybdə olduğu dönəmdə onun qarşısında daşıdığımız imamlıq haqqına riayət etmək üçün daşıdığımız məsuliyyətlərdir. Necə sən Quranı oxumamaqla, anlamamaqla, əməl eləməməklə qiyamət günü Allahın qarşısında məsuliyyət daşıyırsan, eləcə də o Quranın şəriki olan məsum imamın barəsində bu gün öhdəlikləri yerinə yetirməməklə, onların haqqını əda eləməməklə, onun barəsində dua eləməməklə, halala harama riayət eləməməklə, onlara töhmət hesablanacaq ki, bir cür olasan ki, deyərlər ki, deyil, bu da Şiə, bu da Əhl-i Beyt tərəfdarı, bunun imamı necə olacaq? Həzrət buyurur ki, bu iki ağır əmanətin barəsində soru-sual olunacaqsınız və bizim haqqımızı həmin o salih bəndənin iki yetimin haqqını qoruduğu kimi qoruyur. Məxsusən də məsum imamın olmadığı bir dönəmdə onun şiələri, onun tərəfdarları bir növ desək, başsız həmin o yetim bəndələrdən hesab olunur ki, onların qəlblərinin təzəlzüldə olanlarını, adamlar görürsən, bir gün məsciddədir, bir gün sorağı başqa yerdən gəlir. Bir gün bu qapıdadır, sabah sorağı başqa yerdən gəlir. Ya 50 dənə şübhə beynində gəzir. Qapıdan qapıya dolaşır. İmam Hadi əleyhissalam buyurur ki, məsum imamın qeybdə olduğu dönəmdə bizim sevənlərimizin, şiələrimizin qəlblərini, gəmini idarə eləyənin, o gəminin sükanını əlində tutduğu kimi, bizim o qəlbi zəif şiyələrimizin qəlblərini əlində saxlayan kəslər, alimlər olmasaydı, yer üzərində Allaha iman gətirən kəslər qalmazdı.
Əgər o insanlar ki var, heyrətdədirlər, haqqı tapmaqda çətinlik çəkirlər. Açır interneti, qabağına çıxan hər şeyə baxır, hamıdan din öyrənir. Bir gün gedir filankəsin dəstəsinə, bir gün gedir bəhmənkəsin təriqətinə, o birisi gün Allah'a da inkar eləyir. Təzədən tövbə eləyir, gəlir deyir, Allah var amma peyğəmbər yoxdur. Bir gün gündə bir qapıdadır. Bir gün deyir imam zuhur eləyib artıq, biri çıxır deyir imamam bu da getdi onun dalınca. Bu qəbildən olan insanlar ki var, qəlbləri heyrətdədir, haqqı tapmaqda acizdirlər. Həzrət buyurur, bu adamların qəlblərini necə gəmini idarə eləyən, onun sükanını əlində saxlayır ki, bu gəmi dəryada qərq olmasın. Həmin o insanların, o şeyələrimizin qəlblərini əllərində saxlayan alimlər olmasaydı, iman gətirən bir kəs qalmazdı. Onlar qiyamətin günündə başlarını nurdan tac olaraq məhşərə gətirilərlər. Bax, sizlər ki, məscid əhlisiz, müəyyən şeyləri bilirsiniz, illərlə namaz qılanlar var, onlar dinin ən azından zəruri əqaidi məsələlərini bilirlər və ya şəri əhkamları bilirlər. Ətrafında bu qəbildən olan bilməyən insanlara bunları təbliğ eləmək vacibdir, vəzifədir. İmamın barəsində başqalarına təbliğ eləmək vacibdir, vəzifədir. Belə olmasın ki, Mehdi deyiləndə, İmam Zaman deyiləndə Allah onun zuhurunu təcil eləsin. Kimsə heyrətdə qalmasın ki, o kimdir? Yad adam ola, yad dilin nümayəndəsi ola, onu başa düşmək olar. Amma müsəlman cəmiyyətində, məxsusən də Əhl-i Beyt tərəfdarlarının əksəriyyət təşkil etdiyi bir cəmiyyətdə kiminsə öz imamını tanımamağı bu qəbahətdir. Bu həm bilməyənin qəbahətidir, həm də bilib öyrətməyənin qəbahətidir. Bu iki ağır əmanətin barəsində qiyamətin günündə Allah-u Mütəalın huzurunda dayanıb sorğu-sual olunacağıq, cavab verəcəyik. Necə ki, xutbənin əvvəlində oxuduğumuz ayələrdə Allah-u Mütəal buna işarə eləyir, zəmanəmizin imamının imamətinin davamlılığına işarə eləyir. Bir dənə rəvayəti inşallah oxuyum, sözü tamamlayayım, gecənin əməllərinə keçək, Peyğəmbər və Ali Peyğəmbərə salavat hədiyyə edin. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Bir nəfər zındıqlardan, zındıq yəni Allah qəbul eləmir, Allahı inkar edir. Bir nəfər zındıqlardan gəldi Əmir-əl-Müminin əleyhissalamın yanına. Dedi ki, əgər Qur'andakı bu ixtilaf, ziddiyyət olmasaydı, sizin dininizə daxil olardı. Həzrət buyurdu ki, o hansı ixtilafdır, nə ziddiyyətdir ki, səni bu dinə daxil olmağa qoymur. Deyir ki, bu ayə ki, Quranda var, وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ. Quran-ı Kərimin bu ayəsi ki var, onlar qarşılarına çıxan məsələləri Peyğəmbərə və içərlərində olan, özlərindən olan əmir sahiblərinə qaytarsaydılar, o məsələlərinin bir növ desək, həllinə yetişmiş olardılar. Soruşan Əmir-əl-Müminin əleyhissalamdan bu ayənin barəsində soruşdu ki, Mazakəl əmr, o hansı əmirdir ki, elə Peyğəmbərə, əmr sahiblərinə qaytarılmalıdır? O hansı əmrin sahibləridir ki, insanlar ixtilafa düşdükləri şeydə o əmrin sahibinə qayıtmalıdırlar? Həzrəti Əmir-əl-Müminin əleyhissalam buyurdu ki, Əlləzi bihi tənzilul mələikə fil-leylətilləti yufraqu fiyha kullu əmrin həkim. O həmin o əmrdir ki, mələklər hikmətli əmrin, bütün hikmətli əmrin həmin gecədə ayrıldığı, nazil olduğu gecədir. Yəni o əmrdir. Qədir surəsində kimi buyurulur, o gecə mələklər və ruh Allahın izni ilə və Rəbbinin əmri ilə bircə yerə enərlər. Həzrət buyurur, o gecə ki var, orada bütün işlər səhmana qoyulur, Allahın təqdiratı emilir, Allah əmr göndərir yer üzərinə, o əmri mələklər yer üzərinə gətirir, ruh yer üzərinə gətirir. Bu həmin o əmrdir. Orada nələr daxildir? Yəni bu gecə ki, o mələklər nazil olur, Qədir gecəsi davamlıdır da. Tək Peyğəmbərin vaxtında olan bir şey deyil ki, bunu bütün müsəlman məzhəbləri qəbul edir. Qədir gecəsi yeni Qədir gecəsidir və o zamanda deyilənlər bu zamanda da keçərlidir. Hansı işlər bu günləri bizim barəmizdə yerə enir? O nazil olan mələklər, o nazil olan ruh, Allahın hansı əmirlərini bu gecə yerə nazil eləyir? Həzrət buyurur, min xəlqin, yaradılışdan. Nə yaradılacaq? Onların hamısı bu gecə mələklərin və ruhun vasitəsindən yerə indirilir. Və rizqin, ruzu olaraq Allah nə qərar verir?
Bu gecə hamısı nazil olur. Və əcəlin, əcəl olaraq Allah kimin barəsində nəyə qərar verir? Kimin əcəlini hansı vaxtda qərar verir? Həmin şeylər bu gecə nazil olur. Və əməlin, əməl baxımından, və ömrin, ömür baxımından, və həyatin, həyat baxımından, və mövtin, ölüm baxımından, və ilmi qeybis səmavati vəl-ərd, göylərin və yerin qeyb elmi olan şeylər. Birazdan mümkündür bizlə bağlı olan bir çox keçmiş olsun. Burada artıq məsələ bizlərdən ayrılır. Göylərin və yerin qeybindən olan elm, mələklər və ruh vasitəsilə bu gecə nazil olur. Vəl mu'cizatillati la tənbəği illa lillahi və əsfiyaih. Allaha və onun seçdiyi bəndələrə, pakladığı bəndələrə və səfirlərinə məxsus olan möcüzələr bu gecə Allahın dərgahından mələklər və ruh vasitəsilə yerə endirilir ki, Allahla bəndələri arasında olan işlərdir bunların hamısı. Ardınca Həzrət Əmir əl-Müminin buyurur ki, və hum vəchullahul-ləzi, həmin o kəslər ki, onlar Allahın seçdiyi bəndələrdir, Allahın yerdə olan səfirləridir, mələklər əmirləri onlara nazil edir, onlar Allahın yer üzərində olan vəchidir. Yəni, Allaha tərəf biri istiqamətlənmək istəsə, onlara tərəf getməlidir. Vəchihin bir mənası üzdür, sifətdir. Bir mənası tərəf, cəhət mənasındadır. Əhl-i beytə vəchullah, Allahın üzü və ya tərəfi deyiləndə, bu mənada deyilir ki, insan Allaha tərəf istiqamət tutmaq istəsə, üz tutmaq istəsə, gərək onlara tərəf üz tutar, onların huzuruna tərəf gedə ki, insanları Allaha qovuşduran, Allahın həqiqi dinini onlara yaşatma vasitəsi həmin o seçdiyi bəndələrdir. Əmir əl-Müminin əleyhissalam buyurur ki, onlar Allahın o vəzihidir ki, Allah öz kitabında buyurub, فَاَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللّٰهِ. Hara getsəniz, Allahın vəchihinə tərəf üstün. Hum bəqiyyətullah. Onlar Allahın yer üzərində qoruyub saxladıqlarıdır. Həzrət bundan sonra məsələni Qədr gecəsinin davamlılığına aparır. Höccətlərin barəsində danışdıqları onun birincisi özüydü. Həmin o kəsin müqabilində dayanıb, danışır, izah edir. Özündən sonra İmam Həsən, İmam Hüseyn əleyhissalamdır. Əmir əl-Müminin əleyhissalam məsələni ta imam zamana qədər, yəni qiyamətə qədər daşıyır ki, İmam əleyhissalam buyurur ki, o şəxslər Allahın yer üzərində qoruyub saxladıqlarıdır. Xüsusi olaraq qeyd edir ki, yə'nil Mehdi. Onlardan biri də Həzrəti İmam Zaman, Həzrəti Mehdi Əcəlallahu Teala fərəcəhu şərifdir. İmam əleyhissalam buyurur ki, يأتي عند انقضاء هذه النذرة فيملأ الأرض قسطا وعدلا. Bu dünyada çirkinlik, zulüm, ədavət baş aldıqda o gələrək yer üzərini ədalətlə dolduracaq. Kəma muliət zulma. Necə ki ondan öncə yer üzəri zülmlə, fisklə, günahla dolu idi. Və min ayatihil qeybə, onun nişanələrindən biri qeybdə olmasıdır. Asan bir şey deyil. İnsan yanında olduğu kəsə qarşı bəzən vəfa göstərə bilmir. O ki qala gözündən qeybdə olan bir kəsə, gözündən qeybdə olmayan birinə vəfa göstərmək, bu həqiqətən insanın sədaqətinin, vəfasının göstəricisidir. Məsələn, ailə barəsində Həzrət Peyğəmbərdən hədis var. Soruşdular ki, ya Rasulallah, ən xeyirli qadın hansıdır? Dedi, ən xeyirli qadın odur ki, həyat yoldaşı onun yanında olmayanda onun malını, onun namusunu qorusun. Ən xeyirlisi budur. Yanında olanda nə var ki? İnsanın gözünün önündə olanda, nəzarəti üstündə olanda nə var ki? Ən xeyirli odur ki, yox. Yanında olmayanda Allah rızası olsun, Allah qorxusundan onun malını qoruyasan, tələf eləməyəsən, onun namusunu, abrını qoruyasan. Eləcə də dost-dosta, yanında olanda mehriban davranmağa nə var ki? Həqiqi sədaqət, dostluq, vəfa odur ki, o olmayan yerdə sən onun sədaqətini, dostluğunu qoruyursan. Yoxsa özü olmayanda kimsə qoyur ortalığa, dalıca danışır, abrını fikir oturmuşsan, özünlə də görüşəndə qardaşım, canım, gözüm, əzizim, sənin barəndə filan kəs bilirsən nələr danışır.
Bu belə deyil. Həqiqi Peyğəmbərdən hədis var, mömin boynunda olan haqlarından biri odur ki, o olmadığı yerdə onun haqqını müdafiə eləsin. O ki, qala illərlə, əsrlərlə bir məsum imam insanların gözündən qeybdə ola. Belə bir imama qarşı vəfa göstərmək, sədaqət göstərmək asan bir şey deyil. Bir halda şimdi hədislərimizdə gəlib ki, bu qeybin, bu gözdən uzaq olmağın nəticələrindən biri bəzi insanların deyəsən dahi öldü, heç gəlməyəcək, deyəsən deyilənlər yalan idi, deyəsən görəsən hansı vadidə ittibatdır, bu kimi sözlərinə səbəb olacaq, yəni ümidsizliyə düçar olacaqlar. Həzrət buyurur, onun əlamətlərindən biri qeybə çəkilməyidir. İnsanlardan, onların gözündən uzaq olmağıdır. Vəl-iktimamu ində umumit tuğyan və hululul intiqam. Ta intiqam anı yetişənə qədər, günah, çirkinlik ən son həddinə yetişənə qədər onun bir qeybəti var. İnsanların gözündən uzaq düşdüyü halı var. Həzrət buyurur ki, وَلَوْ كَانَ هَذَا الْأَمْرِ الَّذِي عَرَّفْتُكَ Mənim sənə bildirdiyim bu əmr, əgər başqa bir şey olmuş olsaydı, yəni dediklərim səhv olmuş olsaydı, qiyamətə qədər bu iş davam etməyəsə olsaydı, Allah öz kitabında nəbəəhu lin-nəbi dunə qeyrihi ləkanəl xitabi yədullu alə fi'lin mazi qeyri daimin bəla müstəqbil. Əgər bu dediklərim mən deyən kimi olmasaydı, onda Allah öz kitabında mələklər və ruh nazil olur deyə söz açmazdı. Əli əleyhissalam buyurur ki, əgər bu hadisə, bu əmr, onun sahibi, bu işlər bir günə məxsus olmuş olsaydı, Peyğəmbərlə aradan getmiş olsaydı, bu zaman Allah öz kitabında bunun barəsində indiki və ya davam edən, gələcək zaman feilindən istifadə etməzdilər. Duxan surəsinin əvvəlinci ayələrində Hamim, bu gecə oxunmağı müstəhəb olan surələrdən biridir Duxan surəsi. Vəl-kitabil mubin, and olsun açıq aşkar olan bu kitaba. İnna ənzəlnahu fi leylətin mübarəkə. Həqiqətən biz onu mübarək bir gecədə, həmin bu gecədə nazil etdik. Yəni Qur'an-ı Kərimi. Baxın, keçmiş zaman feilindən istifadə edilir. Biz onu nazil etdik. Fiha, həmin o gecədə yufrəqu, ayrılır, demir, ayrıldı. Kitab nazil elədik. Həmin o gecədə hikmətli əmr biri-birindən ayrıldı, yəni işlər bölüşdürüldü. Ayrılır və ya ayrılacaq. Fiha yufrəqu kulli əmrin həkim, bütün hikmətli əmrlər o gecədə ayrılar, yəni işlər səhmana salınar. Əmrən min indina, bir əmr ki, bir iş ki, bizim tərəfimizdəndir. Yəni Allahdan nazil olur. İnna kunna mursilin. Həqiqətən biz onu göndərənlərik. Rəhmətən min Rabbikə. Həmin bu əmr Rəbbin tərəfindən olan bir rəhmətdir. Amma kimə? Onu rəhmət olaraq qəbul edən. Biri Quranı məsxərə eləsin, Quran onun üçün rəhmət olar. Biri Qurana biganə yanaşsın, Quran onun üçün rəhmət olar. Biri Əhl-i Beyti məsxərə eləsin, Əhl-i Beyt onun üçün rəhmət ola bilər. Həzrət buyurur ki, imamın məsəli Kəbənin məsəli kimidir. Necə insanlar Kəbənin ayağına getməyə məcburdurlar, Kəbə gəlmir ki bizə tərəf. Həzrət buyurur, imamın məsəli Kəbənin məsəli kimidir. Kəbəyə tərəf üz tutduqları kimi imama tərəfi də üz tutmalıdırlar. Yəni sən ona tərəf istiqamətlənməlisən, sən o kitaba tərəf istiqamətlənməlisən ki, Allahın nazil etdiyi sənin üçün rəhmət hesab olunsun. Sən üz döndərib getsən, rəhmət yox, bəla hesab olunacaq. Buyurur ki, həqiqətən Rəbbindən rəhmət olaraq biz onu nazil etmişik. İnnəhu huvəs-səmi'ul əlim. Həqiqətən o Allah hər bir şeyi eşidən və biləndir. Rabbus səmavati vəl-ərd və ma beynəhuma in kuntum muqinin. Həmin o Allah göylərin və yerin və göylərdəkilərin və yerdəkilərin Allahıdır, Rəbbidir. Baxın, bu gecə Allah-u Müteala'nın həmin o iki ağır əmanətinin biri-biri ilə vəhdətdə, rabitədə olduğu bir gecədir ki, Allah-u Müteala bizim təqdiratımızı həmin o iki ağır əmanətə, münasibətə görə bu gecə təyin edir. Quran-ı Kərimə ehtiram eləməklə, oxumaqla, anlamaqla, əməl eləməklə biz Allah-u Müteala'nın ağır əmanətinin haqqını ona qaytarırıq. Əhl-i Beyti sevməklə, Əhl-i Beyti tanımaqla,
Əhl-i Beytin haqqını müdafiə eləməklə, onların əmr və qadağalarına riayət eləməklə, yəni o nəyi deyir elə, nədən çəkindirir çəkin. Bunları yerinə yetirməklə biz Əhl-i Beytin haqqını Allaha qaytarmış sayılırıq. Ki, əgər qiyamətin günündə bu iki haqq barəsində sorğu-sual olunanda, o sorğu-sualdan çıxa bilməsək, onda yerdə qalanların önəmi yoxdur. Bu ağır əmanəti Allah qoyub səndən yediyin çörəyin, içdiyin suyun hesabatını aparacaq. Əbu Hənifə ilə İmam Cəfər Sadiq əleyhissalam bir yerdədir. Həzrət buyurdu ki, ey Əbu Hənifə. Əbu Hənifə soruşdu ki, ağa, Allah ki Təkasür surəsində buyurur, "Sümmə lətusəlünnə yevmə izin anin nəim." Biz onlardan nemətlərimizin barəsində sorğu-sual edəcəyik. Ayəsində Allah hansı nemətləri sorğu-sual edəcək? Həzrət buyurdu ki, sən nə başa düşürsən? Nemətlər də bizə nə nemət verir? Yediyimiz, içdiyimiz, ailəmiz, uşağımız. Həzrət buyurdu ki, ey Əbu Hənifə, yaratdıqları Allahın yer üzərində olan qonaqlarıdır. Sən qonağından yediyinin, içdiyinin haqq hesabını soruşursan. Dedi, yaxşı, bəs nə haqdır ki, Allah onu soruşacaq? Dedi, bizim haqqımızı Allah sizlərdən soruşacaq. Ki, Əhl-i Beytlə necə davrandınız? Peyğəmbər Əkrəm özü kəlamının axırında demir, baxın, diqqətli olun ki, məndən sonra mənim bu iki ağır əmanətimlə necə davranacaqsınız? Həmin bu iki ağır neymətin Allah-u Müteal qiyamət günü bizdən haqq hesabını soruşacaq. Məxsusən də zəmanəmizin imamı, məsum imamımızın. Onunla necə davrandı? O qeybdə idi, onun qeybəti üçün, onun salamatçılığı üçün dua elədin, yoxsa yox? Özünüz üçün bir vərdiş kimi bunu qəbul edin. Hər namazdan sonra İmam Zaman ağanın fərəz duasını oxumaq. Xanım Zəhranın zikrinə də vaxt qalmasa, 3-5 dəqiqəlik ancaq namaza belə vaxtın olmuş olsa ki, namazı qılıb, axırıncı salamı deyib qaçacaqsan, yolda belə olmuş olsa İmam Zaman ağanın duasını tərk eləmək. Bunun insanın həyatında böyük təsiri var. Ki, təkid ediblər alimlərimizdən ki, İmam Zaman ağanın duasını tərk etməyən kəs, bir növ desək, dinindən zəlalətə düçar olmaz. Yəni, xəta eləyəcək, günah eləyəcək, amma Allah onu bir sərhəd ki var, o sərhəd də artıq dinin sərhəddidir, oradan çıxsa dinindən zəlalətə çıxır. Allah o sərhəddi tərk eləməyə ona icazə verməz. Xətası da olmuş olsa, günahı da olmuş olsa, o dinin sərhəddindən kənara çıxmaz, həddi aşmaz. Ona görə özünüz üçün bir dənə proqram kimi qərar verin. Vacib bilin ki, hər namazdan sonra təqibatda İmam Zaman ağanın duasını mütləq oxuyaq. Və yaxud digər İlahi Əzməl Bəla duası var, o həzrətin barəsində nə qədər fərəz duaları var. Fərəz duası bir dua deyil. Hansını bilirsə insan günün müəyyən vaxtlarında onun üçün oxusun. Ən əsası əməllərini tənzimləsin. Xətalarımız, qüsurlarımız olub, bu gecə tövbənin qəbul olunduğu gecə Allahdan bağışlanma diləyəndə həmin o imamımızla da halallaşaq ki, ey mənim rəhmət imamım, ey mənim üçün atadan şəfqətli olan imam. İmam Rıza əleyhissalam buyurur, İmam Rıza əleyhissalam deyir ki, imam atadan mehribandır, mehriban atadır. İmam doğma qardaşdır, imam sadiq dostdur. Bu gecə İmam Zaman əleyhissalamla da münacat edəndə deyək ki, ey mənim şəfqətli atam, ey mənim mehriban dostum, ey mənim doğma qardaşım. Necə münasibət? Hərənin öz imamına qarşı bir münasibəti vardır. Mən sənə qarşı nöqsan eləmişəm, xəta eləmişəm, acizlik göstərmişəm günahın qarşısında, bacarmamışam günahla, həva həvəsimə yenik düşmüşəm, nəfsim mənə qalib gəlib, haqqımı zay eləmişəm, əmri və qadağava biganə yanaşmışam. İndi səndən halallıq istəyirəm ki, məni əfv elə. Bundan sonra da sənə qarşı, əmr və qadağalara qarşı doğru, düzgün riayət eləyə bilməyim üçün Allahdan mənə müvəffəqiyyət istə. Sən onun üçün dua eləyəndə, sən onun üçün bir iş görəndə, mümkündür ki, o imam sənə bunun qarşılığını verməyə. Peyğəmbər buyurur ki, bəndənin şükrünü yerinə yetirməyən Allahın şükrünü yerinə yetirməz. Bir adam ki, biri ona yaxşılıq eləyəndə çox sağ ol demir, təşəkkür eləmək məcburiyyəti hiss eləmir, o elə Allaha qarşı da elədi, Allahın nemətlərinə qarşı da elədi. İndi zəmanənin məsum imamı sənin ona qarşı elədiyin bir yaxşılığı ki, sən dua eləyirsən, ey mənim Allahım, Höccət ibn-i Həsənə, onun ata-babalarına öz rəhmətini şamil elə, yer üzərində onu sakin eləyəcəyin günə qədər onu hifz elə, ona vəli ol, ona dayaq ol, özün onu qoru və s. və ilaxır. Sən onun üçün dua eləyəndə o sənə bir təşəkkür eləməyəcək, bir qarşılıq eləməyəcək, o da sənin üçün Allaha dua eləməyəcək. Bu baxımdan bu gecənin ən üstün ibadətlərindən biri İmam Cəfər Sadiq əleyhissalam sahabəyə buyurur ki,
hansı halda olursansa ol, bu duanı oxu. Allahümme kulli veliyyikel Hüccət ibn-i Həsən salavatükə aleyhi və ala abaih fi hazihis sa'a və fi kullis sa'a veliyyən və hafizən və qaidən və nasira və dəlilən və ayna hətta tuskinahu ərdəkə təb'a və tüməttiəhu. Nə gözəl olar ki, axırına da və həblənə rəhmətəhu və rəhfətə və duaəhu və xeyrə əlavə eləyəsiniz. İmam Əleyhisselam buyurur ki, hansı halda oldun bu gecə, onu de. Bekarçılıq hiss elədin, namazını qılmısan, ziyarətini eləmisən, dualarını eləmisən ki, inşallah birazdan başlayırıq. Gördün boşluqdur, otur fərəz duasını oxu. Ki bu gecə məsum imamımıza qarşı eləyə biləcəyimiz ən gözəl əməllərdəndir və ömrümüzün bundan qalan hissəsində də onun əmr və qadağalarına, Əhl-i Beytin, Qur'anın əmr və qadağalarına riayət etmək bizim eləyə biləcəyimiz ən böyük əməllərdəndir. Allahın verə izzətinə, cəlalına, əzəmətinə, bizi əmanətlərinə qarşı sədaqətli olan bəndələrdən qərar versin. Allahum Teala qəlblərimizi Qur'an və Əhl-i Beytin nuru ilə nurlandırsın. Qəlbimizdə Qur'anın və Əhl-i Beytin məhəbbətini, məvəddətini əbədi qərar versin. Qur'an və Əhl-i Beytlə birgə izzətli qərar versin. İzzət-i cəlalına, Qur'ana və Əhl-i Beytə qarşı olan xətalarımızı, təqsirlərimizi, nöqsanlarımızı, biganəliyimizi Allahum Teala bugün nazil etdiyi əmanətinin hörmətinə və o əmrin nazil olduğu əmanətinin hörmətinə, imamımızın hörmətinə bizlərə əfv eləsin. Bundan sonraki ömrümüzdə bizləri Qur'anın, Əhl-i Beytin xidmətində müvəffəq olanlardan qərar versin. İzzət-i cəlalından bu gecə bizləri xoşbəxtlərin siyahısında qərar versin. Əgər Rabbimiz onun dərgahında bədbəxtlərin cərgəsindədirsə, bizi bədbəxtlərin siyahısından xaric edib, xoşbəxt bəndələrindən qərar versin. İmam Zaman ağanın salamatçılığına, zuhurunun təcilinə, o ağanın zuhuru ilə yer üzərində ədalətin bərqərar olmağına salavat edəyirlər.